Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün coğrafiya fənni üzrə keçirilmiş blok sınaq imtahanının suallarının izahlarına baxacaq. 31-ci sualdan başlayaq. Sualın şərtində qeyd olunur ki, doğru olmayan ifadələri müəyyən edin. 1. Orta Araz əyilmə zonasında daş kömür ehtiyatları hasil edilir. Ümumiyyətlə, heç bir bizim tektonik zonamızda daş kömür ehtiyatları hasil edilmir. Bu fikir yanlış fikirdir. Biz də yanlış fikirləri götürməliyik. Ona görə birinci fikir sualımızın cavabında qeyd olunacaq. 2. Şahdağ silsiləsi Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Bəli, Şahdağ silsiləsi həqiqətən də Kiçik Qafqaz tektonik qalxma zonasına düşür. Doğru fikirdir, amma biz doğru olmayanlar götürürük deyə bu fikri götürməyəcəyik. 3. Talış dağlarında paleozo yaşlı süxurlar yayılmışdır. Talış dağlarında paleogen erasının süxurları üstünlük təşkil edir, amma burada paleozoy yaşlı süxurlara rast gəlinmir. Bu fikir səhv fikirdir. Səhv olduğuna görə sualımızın cavabına uyğundur. 1-3 cavabı ilə verilən variantlarda bir dənə A variantı uyğun gəlir və 6-cı. Böyük Qafqaz Azərbaycanda Dübrar zirvəsindən başlayır. Dübrar zirvəsi Böyük Qafqaz tektonik qalxmasına düşür, amma oradan başlamır. Çünki Dübrar Böyük Qafqazın təxminən cənub-cənub şərq hissələrində yerləşən bir zirvədir. 2205 metr hündürlüyü var. Bu fikir də yanlış fikirdir və sualımızın cavabına uyğundur. 1-3-6 sualımızın cavabına uyğun variant kimi götürülür. Keçək növbəti suala. 2025-ci ildə ölkədə əhalinin ümumi sayı 8 milyon nəfər, kənd əhalisinin sayı isə 4,8 milyon nəfər olmuşdur. Həmin ildə ölkədə urbanizasiyanın səviyyəsini tapın. Bilirik ki, ölkə əhalisi həm kənd əhalisindən, həm də şəhər əhalisindən ibarətdir. Burada ümumi əhalinin sayı qeyd edilib. 8 milyon nəfər. 8 milyon nəfərin 4,8 milyon nəfər əgər kənd əhalisidirsə, bu zaman şəhər əhalisinin payını tapa bilərik. Şəhər əhalisinin payını tapmaq üçün 8 milyon nəfərdən çıxacaq 4,8 milyon nəfəri, bu da eləyər 3,2 milyon nəfər. İndi bizdən nə soruşur? Deyir, urbanizasiyanın səviyyəsini tapın. Urbanizasiya şəhər əhalisinin payı deməkdir. Bilməliyik ki, 8 milyon nəfər əhalinin neçə faizi 3,2 milyon nəfərə bərabərdir? Tənasübdən istifadə etmək olar. 8 milyon 100%-ə bərabərdirsə, 3,2 milyon x faizə bərabər. Buradan da x bərabər 40%. D variantı. Növbəti sualımıza keçək. Düzgün sıranı müəyyən edin. Birinci deməli faydalı qazıntı dəmir filizidir. Dəmir filizi ölkəmizdə Daşkəsən rayonunda yerləşir və yataqları Dəmiroğlu, Daşkəsən və Hamanca yataqlarıdır. Demək, burada biz nə qeyd etməliyik? Yerləşdiyi rayon Daşkəsən rayonu. Daşkəsən. Deməli, 2-yə xromitdir. Xromit ölkəmizdə həm Kəlbəcərdə var, həm də Laçında var. Kəlbəcərdə, Göydərə, İpək, Laçında. Bizdən yatağın adını soruşur, amma Laçındakı yatağın adını soruşur. Bura qeyd olunacaq İpək. 3-cü misli Qaradağ yatağı var. Hansı rayonda yerləşir? Təbii ki, Gədəbəydə. Və qeyd elədiyimiz məlumatlar uyğun gəlir. Deməli, Daşkəsən, İpək, Gədəbəy. B variantına. Yerin xəyali oxunun orbit müstəvisinə meyilliyi 75 dərəcə olsaydı, aşağıdakı ifadələrdən hansı düzgün olardı? Hal-hazırda yerin orbit müstəvisinə meyillik dərəcəsi 66,5 dərəcədir. Amma bu ədəd dəyişib 70 dərəcə olsa, yox, 75 dərəcə. 75 dərəcə olarsa, hansı hadisə baş verər? Yerin orbit müstəvisinə meyillik dərəcəsi 66,5 dərəcə olanda tropiklər keçir 23,5 şimal və 23,5 dərəcə cənub enliklərindən. Bu ədəd dəyişib 75 olsa, bu zaman tropiklər keçəcək 15 dərəcə şimal və 15 dərəcə cənub enliklərindən. 15 şimal, 15 cənub. Və demək olar ki, tropik xəttlər bir-birinə yaxınlaşacaq. Buradan da belə bir nəticəyə gəlirik ki, tropik işıqlanma qurşağının sahəsi azalacaq. Tropiklərin sahəsi azaldığına görə mülayim işıqlanma qurşağının sahəsi artacaq. İndi variantlara baxaq. Qeyd olunur ki, A variantında mülayim işıqlanma qurşağının sahəsi azalardı. Xeyr, əksinə artardı. B. Tropik işıqlanma qurşağının sahəsi artardı. Xeyr, əksinə azalardı. C. Bakı şəhərinə günəş şüalarının maksimum düşmə bucağı 65 dərəcə olur. Hesablayaq. 90 çıxılsın. Bakının coğrafi enliyi 40 dərəcə.
Minimum soruşur yoxsa maksimum? Üzərinə gələcəyi 15 dərəcənin. Çünki tropiklər artıq 15-dən keçir. Bərabərdir. 90-a 40 çıxanda 50, 50 də üzərinə 15, elə də 65 dərəcə. Deməli, bu fikir doğru fikirdir. Kür hövzəsinə aid olub, lakin kürə birbaşa tökülməyən çaylar. A variantında Araz çayını çıxaq. Araz bir kürə birbaşa tökülür. B variantında Ataçay ümumiyyətlə kür hövzəsinə aid deyil, Xəzərə tökülür. C variantında deməli Türyan çay birbaşa Xəzərə tökülür, külə tökülür. Tərtər çayda həmçinin çıxdığı cavabdan. D variantı Arpa çay, Oxsu çay, Qarqar çay. Qarqar çayı burada çıxırıq, uyğun gəlmir. G variantı Mazım çay, Əhri çay, Həkəri çay. Bu çayların üçü də kür hövzəsinə aid olsa da kürə birbaşa tökülməyən çaylardır. Əhri çay Qanıq çayına tökülür, Həkəri çay Araza tökülür, Mazım çay da Qanıxa tökülüb oradan gəlir, sonra kür hövzəsinə tökülür. Xəritə sxemdə verilmiş dövlətlərə aid olan xüsusiyyətləri müəyyən edin. Gəlin ilk növbədə dövlətləri müəyyən edək. Birinci Böyük Britaniyadır. İkinci İtaliyadır. Üçüncü Almaniyadır. A variantı. İdarəetmə quruluşu monarxiyadır. Təbii ki, Böyük Britaniyadan söhbət gedir. Ərazisi 3 yarımkürədə yerləşir. Demək, burada Greenwich meridianı Böyük Britaniyanı kəsir deyə bu məlumatı da B variantında Böyük Britaniyaya aid edəcək. C. Əhalinin əksəriyyəti Roman dil qrupuna aiddir. Böyük Britaniya və Almaniya German dil qrupuna aid olsa da, İtaliya Roman dil qrupuna aiddir. C variantı verdi 2-yə. Aralıq dənizi sahillərində turizm imkanları ilə fərqlənir. Təbii ki, bu da İtaliyaya məxsusdur. Çünki Aralıq dənizinin sahilində yerləşən burada yeganə dövlət İtaliyadır. D variantında verdi İtaliyaya. Ölkənin həm şimal dənizi, həm də Baltik dənizinə çıxışı var. Bu isə Almaniyaya aid olan bir məlumatdır. Buradan Baltik dənizinə, buradan da şimal dənizinə çıxışları var. E variantında verdi Almaniya. Cavabımız olacaq B variantı. Başlanğıcını Milmoğan su qovşağından götürən suvarma kanalını müəyyən edin. Samur Abşeron başlanğıcını götürür Samur çayından. Başmoğan başlanğıcını götürür Bəhramtəpə su qovşağından. Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları başlanğıcını götürür Mingəçevir su anbarından, amma Baş Mil kanalı götürür başlanğıcını Milmoğan su anbarından. Cavab E variantı olacaq. İlin əvvəlində A ölkəsinin əhalisi 5,8 milyon nəfərdir. Əhali hər 1000 nəfərə 8 nəfər artarsa, ilin sonunda əhalinin sayını tapın. Gəlin hesablayaq. Deməli, A ölkəsi əhalisi 5,8 milyon nəfərdir. Tənasübümüzü quraq, görək ümumi artım nə qədər olub. 1000 nəfərə düşən artım 8 nəfər təşkil edib. Bəs 5,8 milyon nəfərə düşən artım nə qədərdir? X nəfər. Buradan X bərabərdir. Demək, X bərabər olacaq 46.400-ə. 46.400. Deməli, əhali ümumi şəkildə 46.400 nəfər artıb. Amma bizdən sualın şərtində qeyd olunur ki, ilin sonunda əhalinin sayını tapın. Bu zaman nə etmək lazımdır? Ümumi əhalinin sayı ilə artan əhali sayını toplamaq lazımdır. Demək, 5,8 milyonla 46.400-ü toplayacaq. Bu da eləyər 5.000 yoxu 5 milyon 846.400. Yəni, cavab olacaq A variantında. Silindrik proyeksiyada hazırlanan xəritədə ən az təhrif olunan ölkəni, ərazisini müəyyən edin. Bilirik ki, silindrik proyeksiyada ekvator boyu ərazilərdə təhrif olmur. Sıfıra yaxın olur təhrif. Bizdən də bunu soruşur ki, təhrifin ən az olduğu. Təbii ki, bu ölkələrin hansı ekvator xəttinə daha yaxın yerləşirsə, o ölkədə demək təhrif daha az olacaq. Ukrayna, Yaponiya, Kanada, Tunis, Kongo Demokratik Respublikası. Təbii ki, burada cavab D variantı Kongo olacaq, çünki ekvator kəsir həmin ölkədə. Digər ölkələr isə ekvatordan həqiqətən də uzaqda yerləşir. Cavab oldu D. Aşağıdakı ölkələrdən hansının günəş enerji potensialı digərlərinə nisbətən daha yüksəkdir? Yəni, günəşin burada düşmə bucağı daha çoxdur həmin məntəqəyə, həmin ölkəyə. Danimarka yuxarıda yerləşir, şimalda yerləşir, şimal qütbünə yaxındır, bu olmaz. Latviyada yeni həmçinin, İslandiya, Finlandiya, bunlar yerin mərkəzindən, ekvator xəttindən, tropiklərdən çox uzaqda yerləşir. Amma Misir variantı burada digər ölkələrə nisbətən daha isti, günəş şüalarını daha çox görən ölkələrdən biridir. Cavab Misirdir, C variantıdır. Azərbaycanın relyefi ilə bağlı yanlış bəndi müəyyən edin.
Respublikamızda filiz faydalı qazıntılar əsasən Kiçik Qafqaz tektonik zonasında gəlmişdir. Həqiqətən də belədir. Doğru fikirdir. Qızıldır, sonra xromitdir, civədir, polimetaldır, bu kimi. Kür-Araz ovalığı akkumulyativ mənşəli düzənlikdir. Burada da bir problem yoxdur. Akkumulyativdir, ovalıqdır. C. Talış dağlarının ən hündür zirvəsi qar xəttindən aşağıda yerləşir. Maksimal hündürlük 2493 metr. Kömürköyüdür. Bəli, bu da qar xəttindən aşağıda yerləşir. Doğrudur. Orta Araz təbii vilayətində hündürlüyü 4000 metrdən yüksək olan zirvələr vardır. Ölkəmizdə Orta Araz təbii vilayətinin maksimal hündürlüyü 3904 metr Qapıcıq zirvəsidir. Bu da 4000-dən aşağıdır. Amma burada deyir 4000-dən yüksək olan zirvələr var. Bu fikir səhvdir. Bizdən də səhvi soruşur. Cavabımız olur D variantı. Orta duzluluğun daha yüksək olduğu su hövzələrini müəyyən edin. A. Qaradəniz, Oxot dənizi, Laptevlər dənizi. Laptevlər dənizində duzluq çox olmaz. Biskay körfəzi, Hudson körfəzi, Baffin dənizi. Elə Hudson körfəzi və Baffin dənizində duzluğu çox olmaz. İran körfəzi, Qırmızı dəniz, Karib dənizi. Cavab C variantı. Burada temperatur çox yüksəkdir həmin ərazilərdə. Buxarlanma da çox olduğuna görə duzluq da çoxdur. Cavab C variantı olacaq. D variantında Azov dənizi var, Şimal dənizi, Karib dənizi. Şimal dənizi uyğun gəlmədi. E variantı Baltik dənizi. Cavab burada artıq deməli uyğun gəlir. C variantı götürürük. Deməli bu sualda müəssisənin enerjisinə olan tələbatını ödəmək üçün 120 min ton daş kömürdən istifadə edilir. Daş kömürü neftlə əvəz etmək üçün nə qədər neft lazımdır? Deməli daş kömürü yanmasından 7000 kilokalori istilik əldə olunur. Bu daş kömür. Neftin yanmasından 10.500 kilokalori istilik əldə olunur neftdə. İndi 120 min ton daş kömürdən istifadə edilir, amma bunu biz neftlə əvəz etməliyik. Yazarıq 120 min vurulsun 7000 bölünsün 10.500. O da bərabərdir. 80 min ton. Cavab olacaq A variantı. Uyğunluğu müəyyən edin. Dil ailələri verilib və xalqlar verilib. Hind-Avropa, Altay, Ural. Hind-Avropa dil ailəsinin qrupları çoxdur. Bilirik ki, bura Slavyan, German, Roman, İran, Alban və Hindari qrupları aid olunur. Altay dil ailəsi bölünür 3 yerə. Türk qrupu, deməli Monqol qrupu və Tungus Manjur qrupu. Uraldakı Fin-Uğur qrupundadır. Finlər, Estonlar, Macarlar. Elə Macarlar burada qeyd olunub Y variantında. Deməli Y variantını verəcək Urala. 3-də Y variantı olmalıdır. D variantı olmaz. D getdi. Daha sonra Türkmənlərlə Tatarlar. D ilə C. Hər ikisi Altay dil ailəsinə aiddir. Türkmən, Tatar. 2-də olacaq C ilə D. Cavab B variantı. Bir də Hind-Avropaya da verəcək A-la B-nə. İtalyanlarla Rusları. Ruslar Slavyan qrupuna aiddir. İtalyanlar Roman dil qrupuna aiddir. 20-ci əsrin 70-ci illərindən başlayaraq mikroprosesorların istehsalı ilə əlaqədar olaraq elmi-texniki inqilabı adlandırmağa başladılar. Mikroelektronika inqilabı. Y variantı. Unitar inzibati ərazi quruluşuna sahib ölkələri seçin. Hindistan federativdir. Bir olmaz. Türkiyə unitardır. Deməli, daha sonra Car federativdir. Yaponiya unitardır, Peru unitardır. 2, 4, 5. A variantı. Aşağıdakı ölkələrdən hansında sahil boyu məskunlaşma modelinə rast gəlinməz? Sahil boyu məskunlaşma modeli, yəni həmin ölkənin hər hansı bir okean sularına çıxışı yoxdur, birbaşa çıxışı yoxdur və okean sahilində yerləşmir. Materik daxili dövlət götürmək lazımdır. Amerika belə deyil, Kanadada, Malayziya, Çili. Bunlar materik daxili mövqeyə malik deyil. Amma Avstriya materik daxili mövqeyə malikdir. Cavab olacaq A variantı. Qudyalçayın mənsəbində geniş yayılmış süxurların geoloji yaşını müəyyən edin. Qudyalçay keçir hardan? Böyük Qafqazın şimal-şərqi yamacından və birbaşa Xəzər dənizinə tökülür. Həmin ərazilərdə, Xəzər dənizinə töküldüyü ərazilərdə 4-cü dövrün antropogen mənşəli süxurları, yəni yaş olaraq da antropogen götürəcək. Cavab D variantı olacaq. 49. Gümüşlü vecnəli şahdəniz yataqlarını müvafiq olaraq hansı faydalı qazıntılara aid olduqlarını müəyyən edin. Gümüşlü polimetaldır. Şərurda. Vecnəli
Zəngilanda qızıl yatağıdır. Şahdəniz təbii qaz yatağıdır. Qaz. Cavab olacaq deməli polimetal qızıl qaz C variantı. Xəritə sıxımda Alp subalp çəmənlərinin yayıldığı əraziləri müəyyən edin. Alp subalp çəmənlikləri yüksək dağlıqda yaranır. Ona görə də düzənlik ərazilərdə Alp subalp çəmənliklərinə rast gəlinməz. 5, 4, 1. Bu variantları çıxırıq. Amma 2 və 3-cü məntəqələrdə Alp və subalp çəmənliklərinə rast gəlinir. Cavab B variantı olacaq. Yağıntıların paylanmasına təsir edən və təsir etməyən amilləri müəyyən edin. Deməli, burada baxaq. Təsir edənlər, okeana yaxın olması, bəli, təsir göstərir. Süxurların geoloji yaşı təsir göstərmir. Okean cərəyanları təsir göstərir. Tsunami dalğalarının yaranması təsir göstərmir. Ərazinin mütləq hündürlüyü də təsir göstərir. Deməli, 1, 3, 5 təsir göstərənlər siyahısındadır. D variantı olacaq. 2 və 4 təsir göstərmir. İdarəetmə forması monarxiya olan və fosforit ehtiyatı olan zəngin olan ölkə. Təbii ki, fosforit qurşağı Afrikanın şimalında Mərakeş və eyni zamanda monarxiya idarəetmə formasına malikdir. 53. Afrika qitəsinin sahillərini yuyan soyuq cərəyanları müəyyən edin. Somali soyuqdur, Afrikanın sahillərini yuyur. Mozambik istidir, Afrika sahillərində yerləşir. Gviyana Cənubi Amerika sahillərində yerləşən isti cərəyandır. Gvineya deməli isti cərəyandır, Afrika sahillərində yerləşir. Bengel soyuq cərəyandır, Afrika sahillərindədir. Kanar soyuq cərəyandır, Afrika sahillərində. Cavab olacaq 1, 5 və 6. Xarici ölkə ilə sərhədi olmayan inzibati rayonlar. Şamaxı yoxdur. Cəbrayıl var. Abşeron yoxdur. Kürdəmir yoxdur. Biləsuvar var, Astara var. Cavab demək 1, 3, 4. Dünyanın ən dərin şirinsulu gölünün yerləşdiyi materikə aid olan xüsusiyyətləri müəyyən edin. Sahilləri 4 okeanın suları ilə yuyulur. Avrasiya materikindən söhbət gedir. Dünyanın ən dərin şirinsulu gölü Baykal gölüdür. Baykal gölü də bilirik ki, Avrasiya materikində yerləşir. Deməli, sahilləri 4 okeanın suları ilə yuyulur. Avrasiya materikinin sahillərini Şimal Buzlu okean, Sakit okean, Atlantik okean və Hind okean suları yuyur. Doğru fikirdir. Materikin ən yüksək zirvəsi Himalay dağlarındadır. Doğru fikirdir. Ən maksimum yağıntı Devonca məntəqəsində düşmüşdür. Çerapunca yazsaydılar götürə bilərdi. Devonca Afrikaya aiddir. Bu fikir səhvdir. Materikin şərqi daha çox seismik fəallığa deməli malikdir. Avrasiya materikinin şərq hissəsi deməli Sakit okean havası ilə toqquşma zonasına aiddir və həqiqətən də seismik fəallıq burada çoxdur. Dünyanın ən böyük mağarası olan Flint Mamut burada yerləşir. Flint Mamut mağarası ABŞ-dadır. Ona görə də ABŞ, Amerika Birləşmiş Ştatları, Amerika qitəsinə aiddir. Yəni Avrasiyaya aid deyil. Bunu da çıxırıq. Ərazisində qırışıq mənşəli dağlar rast gəlinmir, amma rast gəlinir. Burada cavan dağlardan Himalay, Pamir, daha sonra digər dağlar burada nümunə kimi göstərilə bilər. Bu fikir də səhv fikirdir. Cavab olacaq demək 1, 2, bir də 4. Digər suala baxaq. Tropik işıqlanma qurşağında yerləşən ucqar nöqtələri müəyyən edin. Dejnyov Avrasiya materikinin şimal ucqar nöqtəsidir. O da tropik işıqlanmada yerləşmir. Cabo Branco Cənubi Amerikanın ucqar şərq nöqtəsini götürə bilərik. Raskafun Afrikanın ucqar şərq nöqtəsini götürmək olar. Qalinas burnu Cənubi Amerikanın ucqar şimal nöqtəsini götürmək olar. Mərakeş burnu Afrikanın şimal ucqar nöqtəsi yerləşmir. Cənub-şərq demək Avstraliya materikinin cənub ucqar nöqtəsini götürmək olmaz. Cavab olacaq 2, 3, bir də 4. Uyğunluğu müəyyən edin. Ümumi maşın qayırma var, ağır maşın qayırma və dəqiq maşın qayırma. Demək, dağ meydan maşın qayırması getdi ağır maşın qayırmaya. C. Sonra nəqliyyat maşın qayırması getdi ümumi maşın qayırmaya. B. A-da elektrotexnikada gedir dəqiq maşın qayırmaya. C-yə. 3-ə. 1B, 2C, 3A. Demək, mətnə baxaq. Bu fiziki coğrafi vilayətin hündürlük amplitudu təxminən 4000 metrdən yüksəkdir. Bu vilayətdə dünyada ehtiyatına görə Çindən sonra ikinci böyük alüminium xammal olan alüvit yatağı yerləşir.
Çindən sonra ikinci böyük alüminium xammallı. Xarici ölkə ilə sərhəddi boyu dağ silsilələri yerləşir. Yarımsəhra və Niva landşaftları formalaşmamışdır. Kiçik Qafqaz tektonik Qafqaz vilayətdən soruşursa, Kiçik Qafqaz vilayətini burada uyğun kimi götürmək olar. Bir dənə bu 4000 metr məsələsi burada biraz müəmmalıdır. Çünki Kiçik Qafqaz vilayətində 4000 metr hündürlük amplitudu. Orada maksimal hündürlük 3724 metrdir. Camışdağ. Baxaq, 58. Mətnə əsasən fiziki coğrafi vilayətin adını Kiçik Qafqazdır və aid olduğu fiziki coğrafi ölkəni, o da Qafqaz ölkəsinə aiddir. Vilayətin ərazisində yerləşən ən hündür zirvəni Camışdağdır və onun aid olduğu silsiləni Murovdağ silsiləsi. Bu fiziki coğrafi vilayətin ərazisində yerləşən müvafiq olaraq dağ-çəmən və dağ-meşə landşaftında yerləşən göllərdən hərəsinə aid bir nümunə. Dağ-çəmən landşaftında yerləşən göllərdən Maral gölü qeyd etmək olar. Maral gölü. Dağ-meşə landşaftında yerləşən göllərdən isə Göy gölü qeyd etmək olar. Bu qədər, uğurlar.